Hə, dəyərli şagird, növbəti səhifəni işləyirik deyən mən ona uyğun konspektlə başladım, amma öncəki videoya uyğun konspekti videonun əvvəlində göstərmişəm və qrupa da göndərmişəm. Qrupa qoşul, açıqlamada link var və bu şəkildə faydalı məlumatları qaçırma. Bu səhifədə isə bu yeni səhifədə işləyəcəyimiz mövzunun konspektidir. Nə deməkdir bu? Biz bilirik ki, sonsuz dövr onluq kəsirləri iki yerə ayıracağıq. Bir, saf dövr onluq kəsirlər, bir qarışıq dövr onluq kəsirlər. Yəni, bir sözlə, əgər virgüldən sonra dərhal mötərizə başlayırsa, bunu adi kəsirə çevirməyin asan yolu nədir? Tam hissəni yaz qabağa, o heç. Tam hissə zadəcən sıfırdır bizdə. Və mötərizənin daxilindəki təkrar olunan rəqəm sayı qədər 9 yaz, mötərizənin içərisini isə sürətə yaz. Və ixtisar elə al 3/1. Məsələn, bura baxaq. Virgüldən sonra mötərizə daxilində 2 rəqəm var. 2 dənə 9 yazdım və 27-ni sürətə yazdım. Əgər bu şəkildədirsə, mən indi bunu qrupa göndərəcəm. Siz bu PDF-i yaxşıca incələyin və yaxud da videonu saxlayın, bunu yaxşıca incələyin. Dəftərinizə köçürdə də bilərsiniz və ya bu şəkildə bütün PDF-i, bütün kitabın belə qayda dəftərini istəyirsinizsə, hansı ki çap eləyib özünüz üçün rəngli şəkildə qayda dəftəri kimi istifadə eləyə bilərsiniz. Onu da mənə yazın və mən sizə onun PDF-ini göndərəcəm. İndi isə davamına baxaq. Deməli, dəyərli şagirdlər 0,1 və dövrdə 6-dır. Belə olanda nə edirik? Birinci mötərizədəki rəqəmlərin sayı qədər 9-umuzu yazırıq, o heç. Amma virgül ilə mötərizə arasında dövrə qədərki hissə deyirik ha biz ona. O qədər də 0 yazırıq. Gördünüz? Alındı, məxrəcdə deməli alındı 90. İndi sürətə gələndə baxın, diqqətli olun. Virgüldən sonraki bütün ədədi 16 kimi görürəm. Görürsünüz, sürətə 16 yazırıq və, biraz bunu təmizləyim, və çıxırıq mötərizədən kənardakı, yəni dövrə qədərki ədədi. Gördünüz, alındı 90-da 15. Gəl buna baxaq. Bax, birinci nə dedim sənə? Mötərizə daxilində olan rəqəm qədər 9 yaz. Yaxşı, yazdım. Sonra dedim ki, get mötərizədən kənarda virgülə qədər olan rəqəm sayı qədər də 0 yaz. Tamam, 2 dənə də buradan 0 gəldi. Gördünüz? Oldu 900. Aha, bəs sonra nə edirdik? Tam hissəni yazırıq, tam hissə zaten 0-da yazılmır. Bəs virgüldən sonra bütün ədədi necə görürük? 123 kimi görürük. Tamam, çıxılsın. Bax, yadında saxla. Çıxılsın həmən o dövrə qədərki hissəni, yəni virgül ilə mötərizə arasında olan hissəni və alırıq. Digər nümunələrə də baxarsınız. İndi isə biz öz kitabımızdakı səhifəyə keçək. Aha, və başlayaq. 3-cü çalışma ilə deyir, boş xanalara uyğun ədədləri müəyyən edin və yazaq. Biz nə dedik? Dəyərli şagirdlər, nə dedik? Dedik ki, tam hissəni yazırıq, tam hissə 0-dır, bu heç. Mötərizə daxilində təkrar olunan neçə dənə rəqəm var? 1 dənə. Tamam, 1 dənə 9 yazıblar. Sonra nə dedik? Dedik, mötərizə daxilini sürətə köçürt. Deməli, birinci yerdə cavabımız olacaq 5. B bəndinə baxaq. Məxrəci yazanda virgüldən sonra mötərizə daxilində neçə rəqəm var? 1. Bura neçə dənə yazırıq? 1 dənə 9 yazırıq. Bura baxırıq, neçə rəqəm var? 2 dənə. Deməli, 2 dənə 9 yazasın. Burada 2 dənə.
Deməli 2 dənə 9 yazasan, lakin ixtisar ediblər 9-a. Deməli 45-i də 9-a böləndə burada 5 dayanacaq. Neçə dənə rəqəm var? 9. 3 dənə 9 yazdıq. Onda 114-ü sürətə yazmış oluruq. Sonra ixtisar ediblər. 3-ə ixtisar eləyiblər. Çünki 38 alıblarsa, deməli biz də bunu 3-ə ixtisar edib 333 alırıq. Bura baxırıq. Fikir verin, bunun bir tamı var. Əla, mən də bura bir tam yazıram. Məxrəcə bir dənə 9 yazacam. Sürətə isə 5 yazacam. Vəssalam. 4 nömrəyə baxaq. Sonsuz dövrü onluq kəsiri adi kəsirə çevirin və ixtisar edin. Aha. Deməli, biz nə edirik? Tam hissə yoxdur. Məxrəcə bir dənə 9 yazıram, çünki mötərizə daxilində bir dənədir. Sürətə 3 yazıram, ixtisar edirəm, 3-də 1. Məxrəcə 2 dənə 9 yazıram, sürətə 72, 9-a ixtisar eləyəndə 11-də 8. Məxrəcə 3 dənə 9 yazıram, burada 3 dənə rəqəm var, sürətə 126 və 9-a ixtisar edək, 111, o da 14. Yox, daha doğrusu, 14. Burada 3 tam, məxrəcdə 2 dənə 9, sürətdə 36. 9-a ixtisar edirəm, 11-də 4. Burada 4 tam. Məxrəcdə 2 dənə 9, sürətdə 54. Tamamı yenə 9-a ixtisar eləyirəm, 11-də 6. Burada 7 tam, məxrəcdə 3 dənə 9, sürətdə 315. Yenə 9-a ixtisar edin və bu dəfə özünüz yazın, dəyərli şagirdlər. 5-ci tapşırıq. Lövhədəki misalın həll üsulunu və Aynurun fikrini müzakirə edin. Cavabın doğruluğunu yoxlayın. Mən sizə artıq bunun qaydasını PDF-də göstərdim. Və baxaq görək doğrudurmu? Biz bunu özümüz çevirək. Deməli, bu məxrəcdə virgüllü mötərizə daxilindəki rəqəm qədər bir dənə 9 olur. Çöldəki rəqəm, daha doğrusu dövrə qədərki rəqəm qədər 0 olur. 90. Sonra dedik ki, vergüldən sonraki ədədi tamamən oxuyuruq 21 və çıxırıq dövrə qədər. Yəni, bax bu 2-ni qalır 90-da 19 və bəli, tamamilə düz alıb. İndi gəlin görək, gedişatını mı düz eləyibmi? Neyini? Birinci 10 tama vurub ki, vergül gəlsin, çıxsın bura ki, bununla bərabərləşsin. Sonra deməli, bir də 10-a vurub, çünki vergüldən sonra bir rəqəm var və bir-birindən çıxıb. Deməli, baxın, 100-dən 10x-i çıxmışıq 90x. Burada da təbii ki, bunlar getdi. Qaldı sadəcə 19, bəli, düzdür. İndi bu üsuldan deyir istifadə etməklə verilən onluq kəsirləri adi kəsirə çevirin və bu halda adi kəsirin sürət və məxrəcindəki ədədlərlə dövrdəki və dövrə qədərki ədədləri necə əlaqələndirmək olar? Mən sizə artıq onu PDF-də demişəm, necə əlaqələndirmək olar o heç və fikir verin. Sonra onlar bizim üçün bunu yadda saxla şəklində burada necə eləmək lazımdır olduğunu göstəriblər. Amma bizə hal-hazırda 5-ci tapşırıqda bizim əsas düstur şəklində deyil, bunların göstərdiyi yol şəklində getməyimiz üçün gəlin onların göstərdiyi üsulla gedək. Nə edirik birinci? Birinci nə edirik? Bunu biraz, belə deyim, açıq vəziyyətdə yazıram. Buna x deyirəm. Birinci növbədə virgüldən sonra
tək qalmış, bax budur da, yəni təkrar olunmur. O birisilər təkrar olunur, bu isə təkrar olunmur deyə neçə rəqəm təkrar olunmur? Bir rəqəm. Deməli, hər tərəfi birinci 10-a vururam. Onda bu gəlir düşür neçə tam? 3 tam. Amma dövr hissəsi başlayır 2 davam eləməyə. Əla. İndi nə edirəm? Bunu 10-a vurdum axı. Düzdürmü? Aha. İndi bax bu əvvəlki hissədən də bilirik ki, vergüldən sonra bir rəqəm təkrarlanırsa, bir dənə rəqəmdir, o təkrarlanır. Hər tərəfi bu səfər yenə də 10-a vurmuş oluruq. Onda burada, elə bir bax bunu artıq yaddan çıxartdıq. Onda vergül bir vahid sağa sürüşəndə olur 32 tam. Bunlar isə davam edir. Bərabərdir 100x-a. Sonra neylədik? Dəyərli şagirdlər, tərəf-tərəfə çıxdıq. Tərəf-tərəfə çıxanda burada qalır 29 tam. Bunlar isə biz elə zaten bizə lazım idi. Getdin, heç nə qalmasın, heç yazmıram. Bərabərdir, burada isə 90x. Və x-i tapanda məxrəcdə 90, sürətdə 29. Vəssalam. Keçək növbəti səhifəyə və bu dəfə 2 tam 0 dövrdə 4-ü yazmaq istəyirəm. Bunu biraz açıq vəziyyətdə yazacağam. 2 tam 0, 4, 4, 4 və buna bir x deyəcəm. Virgüldən sonra neçə rəqəm təkrar olunmur? Bir rəqəm. Onda mən nə edirdim? Hər tərəfi 10-a vururdum. Bu olacaq 20 tam 4, 4, 4 bərabərdir 10x və baxıram vergüldən sonra neçə rəqəm təkrar olunur? Bir rəqəm, deməli yenə də 10-a vururam. Bu olur 204 tam. Yenə bu hissələr 4, 4, 4 təkrar olunur. Bu isə eləyir 100x. Tərəf-tərəfə çıxıram, qalır 90x. Burada isə zaten bunlar gedir. 204-dən 20 çıxıram. Deməli qalır 4, 8, 1. 184. İndi burada da x-i tapanda biz 184 böl 90 yazmalıyıq axı. Əla. Onda bu da 2 tam 90-da 4 edir. Növbəti 1 tam 10-da 1 və dövrdə 5-i yazıram. Açıq vəziyyətdə yazsam 1,1 və 5-lər davam edir. Bərabərdir x. Hər tərəfi virgüldən sonra təkrar olunan bir dənə rəqəm var deyən 10-a vururam. Bu olur 11 tam 5-lər gedir. Artıq yuxarını unuduram və yenə də virgüldən sonra təkrar olunan rəqəm bir dənə olduğuna görə yenə də 10-a vururam. Bu olur 115 tam və 5-lər təkrar olunur. Bu artıq olur 100x. Tərəf-tərəfə çıxanda 90x. Burada isə 115-dən elə bir 11 çıxıram. Qalır 104. 104. Aha. Və bunlar zaten gedir. X-i tapanda da 104 böl 90 yazıram. Bu da 1 tam 90-da neçə eləyir? 14 edir. Vəssalam. Və sonuncu misala baxırıq. 0 tam 0 dövrdə 18. Bunu açıram. 0 tam 0, 18, 18 gedirəm. Buna bir x deyirəm. Aha, vergüldən sonra bir dənə ədəd var ki, təkrar olunmur. O yüzden biz bunun hər tərəfini 10-a vururuq. 10-a vuranda yenə vergül bu sıfırın yanına gəlir. Lakin bu dəfə 18, 18 təkrar olunur. Vergüldən sonra təkrar olunan 2 rəqəm var deyə mən bu dəfə 100-ə vururam. Bu səfər vergül 2 vahid gəlir. Bura 18 tam olur.
Amma bilirik ki, bu 18-lər sonsuz getdiyinə görə yenə təkrar olunur və bərabərdir. Burada isə 1000x olur. Tərəf-tərəfə çıxıram. Burada zaten bunlar bir-birini sıfıra aparır. 18 tam qalır. Bərabərdir. Deməli 990x və x-i tapanda yuxarıda 18, aşağıda 990. İstəsəz ixtisar edə bilərsiniz, istəmirsiniz etməyin. Belə. Və indi isə gəlin növbəti misala keçək. 6-cı misal artıq yeni qaydaya görə və biz bunu bayaq videonun əvvəlində öyrəndik. Necə yazırıq? Vergüldən sonra mötərizədə rəqəm qədər 9-umuzu yazdıq. Dövrə qədərki qədər 0-ımızı yazdıq. Və sürətə baxıram, bütün rəqəm, bütün ədəd 16. Çıxıram dövrə qədərki rəqəmi, yəni 1-i. Onda sürətimiz olur 90-da, bax, 90-da, yox, gəl buranı yazmayayım, çünki bura ixtisar olunub. Aha, bax, burada olacaq 90-da 15, 90-da 15-i də ixtisar edəndə nə qalır? 6-da 1 qalır. Deməli, sən bu boşluğa 1 yazacaqsan, bu boşluğa 6 yazacaqsan. Bura gəlirəm. Burada 990-ı yazıblar. Biz birincidən neyinirik dəyərli şagirdlər? Bütün ədədi oxuyuruq. 824 çıxırıq 8-i. Və alınır, deməli, 824-dən 8-in çıxaq, 6, 1, 816. 816, burada isə 990 və ixtisar ediblər. İxtisar edəndə 816 136-ya çevrilib. Burada neçəyə bölüblər? Təbii ki, 6-ya bölüblər. Deməli, biz də bu 990-ı 6-ya bölüb ixtisar etməliyik. Burada alınacaq 165. C variantına baxaq. Deməli, burada birinci bu qədər 9 yazıram. Bu ikisi qədər 0 yazıram. Deməli, mənim məxrəcim 900 imiş. Mənim məxrəcim 900 imiş. Sürətimi düzəltmişəm. Bunu çıxanda qalacaq. Deməli, 4, 1, 1, 114. İndi düşünün, 900-də 114 ixtisar olunub, məxrəc 150-dir. 900-ü neçəyə böləndə 150 eləyir? 6-ya. Deməli, mən də bunu 6-ya bölərəm. Bir dəfə, orada qalacaq 54, deyiləcək 19. Deməli, bura yazacağıq 19. 7-ci tapşırıq. 7-ci tapşırıqda isə nə deyir bizə? Sonsuz dövrünlük kəsri adi kəsrə çevirin. İxtisar edin. Aha. Və biz bunu, dəyərli şagirdlər, sizinlə həmən bu indi öyrəndiyimiz yeni qaydaya əsasən eləməliyik və bunu bizə asan olacaq. Gəlin, baxaq. Necə yazmışdıq? Bunu biraz naziltmək istəyirəm. Aha. Necə dedik yazırıq? Tam hissə yoxdur deyən yazmıram. Birinci gəlirəm, mötərizənin içinə baxıram. Neçə dənə rəqəm var? Bir dənə. Deməli, bir dənə 9 yazıram. Bəs dövrə qədər neçə dənədir? O da bir dənədir. Bir olduğuna görə yox, bir dənə olduğuna görə. Bu olur 90. Sonra nə dedik? Dedik, bütün ədədi oxuyuruq. 13 və çıxırıq. Bax, bu dövrə qədərki ədədi. 13-dən 1 çıxanda 12. Və bunu ixtisar edirik. İxtisarı da təbii ki 6-ya eləyərik. Burada 15, burada isə 2 alınır. Burada mötərizənin daxilindəki qədər 2 dənə 9 yazıram. Buradakı qədər 1 dənə 0 yazıram. Bütün ədəd 372 və çıxıram 3-ü. Deməli, alınır 369. Əla. Neçəyə bölək? 9-a bölək də.
369 bölü 9 41 sürətdə çıxır. 110 məxrəcdə. C variantına baxaq. Burada məxrəcdə 2 dənə 9 və 1 dənə 0. Sürətə baxıram. Bütün ədəd 126, lakin bu biri çıxıram eləyir 125. Və ixtisar. Gəlin ixtisarı sizin öhdənizə buraxım. İxtisarı artıq özünüz edərsiniz. Burada isə birinci 3 tam yazıram. Neçə dənə 9? 1 dənə. Neçə dənə 0? 2 dənə. Əlasan. Sonra bax, vergüldən sonrakını oxu. 3-ü daha məsələyə qatma. Vergüldən sonra 216 görürəm. Əla. Və 216-dan neçə çıxarsan? Təbii ki, 21-i çıxarsan. Niyə? Çünki dedik ki, dövrə qədər olan ədədi çıxırıq. Bu da eləyir 195. İxtisar sənin öhdəndə. Bura baxıram, 1 tam. Neçə dənə 9 yazarsan? Müəllim, burada 2 dənədir, 2 dənə 9 yazacağam. Əlasan. Neçə dənə 0 yazarsan? 1 dənə. Əlasan. Sonra vergüldən sonra ədədi oxudun. Neçə oldu? 854. Əlasan. Nəyi çıxacaqsan? Müəllim, dediniz ki, mötərizədən kənarda olanı, yəni 8-i çıxmaq lazımdır. Bəli, bu isə eləyir 846 və ixtisar etməyi unutma, ha. Bura baxırıq, 2 tam. Neçə dənə 9 yazarsan? Burada 2 dənə rəqəm var deyən 2 dənə. Çöldə 1 dənə var deyən 1 dənə. Əlasan. Ay müəllim, bəs vergüldən sonra bu nə rəqəmdir, nə ədəddir? Heç nə, 6-dır da, qabaqdakı sıfırlar oxunmur axı. 6. Bəs nəyi çıxacam? Heç nə yenə də. Çünki bu sıfırdır. Sıfırı zaten toplasan, çıxsan, nəticə dəyişmir. Ona görə cavabımız olur bu. Amma ixtisar etməyi unutma. 8-ə baxırıq. Deyir, bərabərliyinin doğruluğunu yoxlayın. Gəlin yoxlayaq. Biz bunu öz bildiyimiz kimi çevirək və doğru olub olmadığına baxaq. Bunu çevirəndə məxrəcə 1 dənə 9 yazıram. Sürətdə də bunu yazıram. Cavab 1-dirmi? 1-dir. Gəlin biz burada onda yaşıl rənglə bu işarəni qoyaq. Əla. İndi gəlirəm bura. 2 tam, məxrəcdə 9, sürətdə yenə 9. 9-da 9 1 tam eləyir. 2 tamın üstünə gəlir 3 tam. Əla. Bu da düz imiş. C variantına baxaq. 0 tamı yazmıram. Məxrəcdəki deməli vergül mötərizə daxilindəki 9 qədər, daha doğrusu 1 dənə rəqəmdir də, 9 yazıram. Dövrə qədərki qədər 0 yazıram. Bütün ədəd 39-dan 3 çıxıram. 36. İxtisar edirəm 9-a. Bu eləyir 10-da 4. 10-da 4 də belə yazılırmı? Bəli, yazılır. Nəcəb, heç səs çıxmadı ki. Və nəhayət bu misala gəlirik. 4 tam, məxrəcdəki 9-un 1 dənəsi, bir də 1 dənə də 0 yazıram. Sonra vergüldən sonra bütün ədəd 19 oxuyuram, çıxıram bu biri 18. 9-a ixtisar edirəm, bu eləyir 10-da 2, 4 tam 10-da 2 belə yazılırmı? Yazılır. Deməli, bu misalın sən demə, hamısı doğruymuş. Doğruluğunu yoxlayın deyir. Belə, dəyərli şagirdlər, növbəti səhifəni növbəti videoda işləyəcəyik. Sağ olun.